Salamlar, hər vaxtınız xeyir olsun. Bu videomuzda həm buraxılış, həm də qəbul imtahanlarımızın əvəz olunmaz mövzusu olan, həmçinin 2 və 9 mart tarixlərində hər iki zonda üzrə 11-ci siniflərin buraxılış imtahanlarına düşən və eyni zamanda növbəti aylarda keçiriləcək olan 9-cu siniflərin buraxılış imtahanları və qəbul imtahanlarında mütləq şəkildə yer alan bu mövzumuz paralel köçürmə, simmetriya, müstəvi koordinat sistemində simmetriya və fəzada simmetriya olaraq öyrənilir. Sizlər mütləq şəkildə bu videonu axıra kimi izləyin. İlk növbədə sadə anlayışlar verəcəm. Daha sonra çətin qaydalar öyrədərək misal nümunələr üzərində göstərəcəm. Növbəti videomuzda artıq bu mövzuya aid olan test nümunələrinin izahlarını verəcəm. Sizlər mütləq şəkildə hər iki videonu izləyin ki, imtahanlara düşəcək olan bu mövzuya aid olan test nümunələrini rahatlıqla yaza biləsiniz. Çox vaxt itirmədən dərs izahına keçmək istəyirəm. Birinci növbədə müstəvi koordinat sistemində olan simmetriyadan danışacağım. Burada fərz edək A nöqtəsi verilibdir. A nöqtəsini 2, 3 olaraq işarə edək. Biz bu hissədə artıq bilirik ki, həmişə birinci yazılan x-dir, daha sonra yazılan y-dir. Əgər fəzada olsa bu, misal üçün A nöqtəsi 2, 3, 5 olaraq qeyd edirəm. Burada həmişə yenə də dəyişməyən birinci növbədə x-dir, daha sonra y və axırıncısı z aplikat oxu. X oxuna biz absis, y oxuna ordinat deyirik. OX, OY də adlandırıla bilər. Trigonometriyada isə biz x oxuna kosinus, y oxuna isə sinus oxu deyirik. Bunlar dəyişməyən qaydalardır. Birinci növbədə həmişə x qeyd olunur, daha sonra y qeyd olunur. Biz burada 1, 2 olaraq buranı qeyd eləsək, 1, 2, 3 olaraq da buranı qeyd eləsək, bu hissədə A nöqtəsi yer almaqdadır və burada verilən suallara fikir verin. Birinci növbədə A nöqtəsi x, y olaraq göstərirəm, daha sonra ədəd düzəni göstərəcəm. Deyir ki, o x oxuna nəzərən simmetrik göstər, o y oxuna nəzərən simmetriyanı göstər və o 0, 0, yəni koordinat başlanğıcına görə simmetrik olan nöqtəni qeyd edilir. Bu hissəyə fikir verin. A nöqtəsi x oxuna görə simmetrik olsa, yəni qatladıqda üst-üstə düşməlidir. X oxu ortada qalmalıdır. Bu düşür, bax, bura, aşağıya. 2 olduğu kimi qalır, 3 olur, -3. Yəni, bu nə deməkdir? Rahat olsun deyə mən belə deyirəm. Hansı hərf qeyd olunsa, indi burada absis desə, siz bilməsiniz, absis x oxudur, ordinat isə ordinat y oxudur, koordinat başlanğıcı isə o 0, 0 nöqtəsi, heç biri yoxdur. Hansı hərf varsa, o hərf olduğu kimi qalır, x qalır. Y əksinə olaraq dəyişir, -y. Əgər bu -y olsaydı, müsbət y olasıydı. İkincidə, o y oxuna görə. Y varmı? Y ikinci yazılan. Y olduğu kimi qalır. X dəyişir, -x, y və üçüncüsü koordinat başlanır, yəni o 0, 0 heç biri yoxdur, onda hər ikisi dəyişir. -x, -y olaraq qeyd olunur. Bu hissədə biz bu cədvəli qurmadan necə yaza bilərik? Əgər o x oxuna görədirsə, birinci yazılan həmişə x-dir, x olduğu kimi qalır, 2 olduğu kimi qalır, 3 əksinə dəyişir, olur -3. O y oxuna görədirsə, y olduğu kimi qalır, x əksinə dəyişir, yəni -2, 3. Və koordinat başlanğıcına görə, o 0, 0 nöqtəsinə görə qeyd eləsə, onda hər ikisi dəyişir. -2, -3 olaraq qeyd olunur. Yəni, burada göstərək. A nöqtəsi x oxuna, yəni absis oxuna görə qatladıqda bu hissəyə düşür. 2 olduğu kimi qalır, -3 yerini dəyişir. Daha sonra y oxuna görə simmetriyanı göstərsəm, y oxu ortada qalmalıdır, A nöqtəsi isə sol tərəf keçməlidir. Burada -1, -2 olaraq qeyd eləsək, və bu hissədə olan nöqtə A nöqtəsi və yaxud da A', A1 nöqtəsi də qeyd edə bilərik. A nöqtəsi burada qeyd eləmişik artıq. Məsələn, bu A1 olsun, bu olsun A2. A2 nöqtəsi x dəyişdi, -2, y olduğu kimi qaldı 3. -2, 3 olaraq qeyd edə bilərik. Koordinat başlanğıcına görə bu hissəyə görə dəyişmə olur. Bu artıq keçir bu hissəyə. Artıq A3 olaraq qeyd edə bilərəm bunu və yaxud da başqa hərflərlə işarə edə bilərik. Hər ikisi dəyişir. -2, -3. Yəni, bunu siz koordinat müstəvisində göstərmədən necə yadda saxlayırsınız? Birinci həmişə x olur, sonra y olur. Hansı hərf verilsə, o hərf olduğu kimi qalır, digəri dəyişir. Yəni, x-in qiyməti olduğu kimi qalır, y dəyişir. Y verildi mi? Y olduğu kimi qalır, x dəyişir. O 0, 0 nöqtəsinə görə hər ikisi dəyişir. Aşağıda da həmçinin mən bu formada göstərdim. X, y-in yerinə AB də yaza bilərsiniz. Və yaxud da mənfi qiyməti olsa, misal üçün, burası -A, burada -b olsa, o x oxuna görə dəyişəndə -a olduğu kimi qalır, b dəyişir, əksinə müsbət b olur. O y oxuna görə artıq a əksinə dəyişir, müsbət a olur, -b olduğu kimi qalır. O 0, 0 nöqtəsinə görə hər ikisi müsbətləşəcək, ab olacaq. Yəni, mənfi müsbətdə diqqətli olun.
müsbət mənfiləşir, mənfi müsbətləşir. Hansı hərf varsa o olduğu kimi qalır. Olmayanda hər ikisi dəyişir. Fəzai koordinat sistemində də eyni qaydada qalır. Yəni bunu mən aşağıdan bu hissədən qeyd edeyim. A nöqtəsi x, y, z. Artıq burada birinci yenə də x oxu, sonra y, daha sonra z oxu qeyd olunur. Və burada verilən suallar belədir. Fikir verin. O x oxuna görə dəyiş, o y oxuna görə dəyiş, o z oxuna görə dəyiş, o 0, 0 nöqtəsinə görə dəyiş. Birinci növdə bunları yazım. O x oxuna görə deyəndə x olduğu kimi qalır, digərlər dəyişir. Yəni x qalır olduğu kimi, mənfi y, mənfi z olur. O y oxuna görə deyəndə y olduğu kimi qalır, digərlər dəyişir. Mənfi x, y, mənfi z. O z oxuna görə deyəndə x, y dəyişir, mənfi x, mənfi y və z olduğu kimi qalır. Koordinat başlanğıcına görə, yəni hər biri sıfırdır, heç bir hərf yoxdur. Onun hamısı dəyişir. Olacaq mənfi x, mənfi y və mənfi z. Bu şəkildə göstərilir. Burada əlavə olunan hansı hissələr var? Misal üçün bizdən soruşa bilər o x, y, onda soruşa bilər o x, z və soruşa bilər o y, z. Fikir verin, x, y verirsə y, x verməm adı yoxdur, eyni şeydir. Eyni zamanda x, z verirsə z, x vermə mənası yoxdur. Y, z verildi. 3 dənə də fərqli ola bilər. Bunu belə də yaza bilər. X, o, y də göstərə bilər. Verə bilər z, o, y və s. Yəni bu formada verilsə də siz diqqətli olun. Hansı hərf varsa onlar qalır, olmayan dəyişir. X, y-dən x, y olduğu kimi qalır. X, y və z mənfiləşir. Mənfi z. Əgər mənfidirsə müsbətləşir. O x, z deyəndə x və z olduğu kimi qalır. X, mənfi y və z olduğu kimi qalır. O y, z isə x dəyişir. Mənfi x. Geri qalan hamısı qalır. Y, z. İndi isə bunun izahını mən ədədlər üzərində göstərmək istəyirəm. Misal üçün x, y, z-in yerinə burada qeyd elədiyimiz A nöqtəsi olsun. 2, 3, 5 nöqtəsi olaraq. Birinci həmişə x yazılır, sonra y, sonra z. Bunu unutmayın. Birinci növbədə o x-ə görə dəyişsə, x olduğu kimi qalır. 2, mənfi 3, mənfi 5 olaraq dəyişir. O y-ə görə dəyişsə, y olduğu kimi qalır. Mənfi 2, mənfi 5 olaraq olur. Mənfi 2, 3, mənfi 5. O z-ə görə dəyişsə, diqqətli olun, z olduğu kimi qalır, digərlər dəyişir. Mənfi 2, mənfi 3 və 5. Əgər burada mənfilər olsa, orada müsbətləşir. Bu hissədə diqqətli olun. Və o 0, 0, 0 nöqtəsinə görə dəyişsə, onda hamısı dəyişir. Mənfi 2, mənfi 3, mənfi 5. Və əlavə eləyim, o x, y-ə görə dəyişsə, 2 olduğu kimi qalır, 3 də olduğu kimi qalır. Burada z olmadığına görə mənfi 5. O x, z-ə görə dəyişsə, x və z olduğu kimi qalır. 2, mənfi 3 və 5. Və sonuncu olaraq o y, z-ə görə dəyişsə, bu hissədə x dəyişir, mənfi 2 olur. Geri qalanlar 3, 5 olduğu kimi qalır. Bir daha deyirəm, siz orada qeyd edə bilərsiniz. Hansı hərf varsa o hərf olduğu kimi qalır, olmayan əksinə olaraq dəyişir. Sizlər bunu bu şəkildə yığcam olaraq bir yerdə qeyd edə bilərsiniz. Mövzu izahının başlanğıcında sadə bilgilər verdik. İndi isə daha mürəkkəb olan anlayışları keçirəm. Lövhənin sol tərəfində düsturları qeyd edəcəm. Sağ tərəfində isə hər hansı bir ədədlər üzərində göstərəcəm. Birinci növbədə fərz eləyək A, X, Y nöqtəsi verilibdir. Və burada Y bərabərdir X simmetriyasını göstərin deyir. Y bərabərdir X oxuna görə simmetrik olanda sadəcə olaraq A-nı biz A' olaraq işarə edirəm. X və Y-in yerlərini dəyişirik. Y, X olur. Diqqətli olun. A nöqtəsi yenə X, Y qeyd edirəm. İkinci növbədə Y bərabərdir X yox, mənfi X-ə görə simmetrik olan nöqtəni göstərin deyir. Yenə də A' olaraq qeyd edirəm. Birinci növbədə qaydamız necə idi? Y və X-in yerini dəyişirik. Burada yenə də Y və X-in yerini dəyişirik. Burada olan mənfiyə görə mənfi qiymətlər qeyd edirik. Və salam, bu qədər sadə. İstəyirsinizsə birinci növbədə bunların izahlarına aid misal nümunələr göstərim. Fərz A nöqtəsi 5, 8 nöqtəsidir. Və Y bərabərdir X-ə görə simmetrik nöqtəni göstərir. Onda olacaq 8, 5 və salam. Və A nöqtəsi yenə də 5, 8 göstərirəm. Y bərabərdir mənfi X. Onda olacaq 8, 5. Birinci addım yerlər dəyiş. İkinci addım mənfiyə görə mənfiləri qeyd elə. Əgər bunlar mənfi olsa müsbət olacaq. Burada isə mənfi olsa mənfilər olduğu kimi qalacaq. Bu hissədə məncə diqqətli olarsınız.
mənfi müsbətə görə səhvlər eləməzsiniz. Bu hər iki qayda sadə qaydalardır. Növbəti biraz çətin olan qaydamız bundan ibarətdir. X, Y nöqtəsi verilibdir. X bərabərdir A düz xəttinin nəzərin simmetriyanı göstərir. Diqqətli olun. Birinci növbədə X bərabərdir A-ya görə simmetrik soruşanda yazırsınız 2A çıx X və Y. İkinci növbədə A, X, Y nöqtəsi verilibdir. Bu dəfə soruşur Y bərabərdir B düz xəttinin nəzərin simmetriyanı göstərir. Bu hissədə fikir verin. X olduğu kimi qalır. Y bərabər B deyildimi? 2 vurulsun B çıx. Y qiymətini yazırsınız. Və bu hər iki qaydaya uyğun olaraq bəzən verilibdir A, X, Y nöqtəsi və üzərində artıq nöqtə qeyd olunubdur. B nöqtəsi, C nöqtəsi fərq eləməz. A, B nöqtəsinə görə simmetriyanı göstərir. Diqqətli olun. Birinci növbədə ayrı-ayrı X, A, Y, B vermişdik. Burada biz bilirik bu X-dir, bu da Y-dir. Nöqtəyə görə simmetriyanı göstərir. Artıq bunun həlli necə olacaq? Diqqətli olun. A və B nöqtəsinə görə dedikdə birinci növbədə yazırsınız 2 vurulsun A, çıxılsın X burada olan nöqtə. Və 2 vurulsun B, çıxılsın Y olaraq qeyd olunur. Yəni fərz edin bu düsturları ayrı-ayrılıqda öyrəndik və ikisini bir arada öyrəndik. İndi isə bu düsturların həllərini ədədlər qeyd edilərək göstərəcəm. A nöqtəsi verilibdir. Biz burada ədədləri dəyişə bilərik. Elə 5, 8 olaraq saxlaya bilərik. 5, 8 nöqtəsi. X bərabərdir 3 düz xəttinə görə simmetriyanı göstərin deyir. Qaydaya görə necə olacaq? 2 vurulsun 3, burada verilən A, çıxılsın 5 və Y olduğu kimi qalır. 2 vur 3, 6, 6 çıx 5, 1, 1, 8 olaraq qeyd olunacaq. İkinci qaydaya fikir verin. A nöqtəsi yenə 5, 8 olaraq qeyd edirəm. Y bərabərdir 4 düz xəttinə görə simmetriyanı göstərin deyir. Siz bunları qeyd eləməyi bilirsinizmi? Baxın, əgər bu Y oxu, bu da X oxu olsa, X bərabərdir 3 düz xətti dedikdə 1, 2, 3 nöqtəsi burada qeyd olunub, düz xətt bu olur. Y bərabər düz xəttinə görə dedikdə 1, 2, 3, 4 nöqtəsi buradadır və belə qeyd olunur. Və yaxud da B nöqtəsi əgər verirsə 3, 4 nöqtəsinə görə artıq 3 nöqtə burada, 4 nöqtə burada. Bu nöqtəyə nəzərən simmetrik nöqtəni göstərin deyir. Nöqtə bu olur. İndi hal-hazır burada bu düz xəttlərə nəzərən simmetriyanı göstərin deyir. Eyni zamanda burada da həmçinin Y bərabər X düz xəttinin nəzərən, Y bərabər mənfi X düz xəttinin nəzərən. Ona görə biz yerləri dəyişdik və burada da mənfi yazdıq. Yəni əslində sadə anlayışlardır. Sadəcə olaraq misal həllərində çətinlik çəkə bilərsiniz. Qarışıq misal tipləri verilir. Onların hər bir nizamlarını verəcəm. İndi isə 5, 8 nöqtəsi Y bərabər 4 düz xəttinə nəzərən simmetrik nöqtəni göstərir. 5 nöqtəsi olduğu kimi qalacaq. Bu hissədə 2 vurulsun 4, çıx 8 Y verdiyinə görə. Bu da bərabər olacaq. 5 olduğu kimi qalır. 2 vur 4, 8, 8 çıx 8 də 0-a bərabər. 5, 0 nöqtəsi olaraq qeyd olunacaq simmetrik nöqtə. Və üçüncü bu qaydanı elə buradan da izah edəcəm. A nöqtəsi verilir fərz edin. Nöqtə olsun 2, 3 və B nöqtəsinə nəzərən simmetrikdir. Artıq bunu paralel köçürmə ilə qarışdırırsınız. İndi bundan sonra paralel köçürməni deyəcəm. Diqqətli olun. B nöqtəsi də olsun 3, 1 nöqtəsi fərz eləyək. Və çevirmə necə olacaq? 2 vurulsun 3, çıxılsın 2, nöqtə vergül və 2 vurulsun burada verilən nöqtə 1, çıxılsın 3. Bu da bərabər olacaq. 2 vur 3, 6, 6 çıx 2 də 4. 2 vur 1, 2, 2 çıx 3, mənfi 1. Yəni bir daha deyirəm. Y bərabər X düz xəttinə görə, Y bərabər mənfi X düz xəttinə görə, X bərabərdir A, Y bərabərdir B düz xəttinə görə simmetriyalar və B nöqtəsinə görə simmetriyanı göstərir. Bunun paralel köçürmə ilə heç bir aidiyyəti yoxdur. Paralel köçürmə necə olur? İndi isə bunun izahını verəcəm. Elə bu hissəni silmirəm, paralel köçürməni də göstərəcəm. Daha sonra onlara aid olan test nümunələrini paylaşacağım. Həqiqətən də görəcəksiniz ki, qaydalar necə sadə olsa da test izahlarında, testlərdə salınan misallarda necə çətin formada suallar tərtib olunubdur. Ona görə diqqətli şəkildə hər iki mövzunu axıra kimi izləyin. İndi paralel köçürmədə verilən sual belədir. A nöqtəsi X, Y nöqtəsi olsun. Paralel köçürmə zamanı X', Y''ə keçibdir. Və bu ardınca belə sual verir ki, həmin köçürmədə hər hansı bir B nöqtəsi, onu da X1, Y1 olaraq işarə edirəm. Bu paralel köçürmə vasitəsi hansı nöqtəyə keçər? Belə bir sual verir.
Birinci növbədə bu misalın həllini göstərmək üçün ilk növbədə biz ədədlər yazıb göstərməliyik. Fərz edək A nöqtəsi verilibdir. Yenə də orada yazdığım 2-3 nöqtəsi qeyd edirəm. Paralel köçürmə zamanı mən bilmirəm hansı nöqtəyə görə paralel keçibdir. AB olaraq qeyd edirəm və alınıbdır. Fərz edək 5, 7. Bu paralel köçürmədə AB-ni hesablamaq üçün çox sadədir. Simmetriya çətindir, düzdür. 2A çıx X, 2B çıx Y. Paralel köçürmə qat-qat rahatdır. Burada necə edirik? Biz tapmalıyıq 2 üstəgəl neçə 5 eli, yəni 2 topla A bərabərdir 5 olmalıdır və növbəti 3 üstəgəl B bərabər olmalıdır 7-yə. Biz buradan bilirik A bərabərdir 5 çıx 2, yəni 3. A'mız 3'ə bərabərdir. B də nəyə bərabərdir? 7 çıx 3, 4'ə bərabərdir. A və B'ni tapdıq mı? 3 və 4. Və növbəti hər hansı bir nöqtə verilibdir. Onu da paralel köçürdük. Növbəti nöqtəmiz misal üçün B nöqtəsi olsun 10, 20. Və bunu artıq biz AB köməyi ilə, yəni A-nı tapmışıq 3, B-ni də tapmışıq 4. 3 və 4'ün köməyi ilə başqa bir nöqtəyə paralel köçürməliyik. Burada nöqtəyə görə simmetrik köçürmədir. Burada isə paralel köçürmədir. Sadəcə olaraq toplayırıq paralel köçürmədə. 10 topla 3, 13, 20 topla 4, 24. 2 mart və 9 mart tarixlərində bu mövzulardan düşən imtahan sualları belə idi. Orada hər hansı bir düstur verilibdir. X ştrik bərabərdir X üstəgəl A, Y ştrik bərabərdir Y üstəgəl B. Fərzilik ədədlər olaraq qeyd edirəm. A nöqtəsi verilibdir 2, 3. X ştrik bərabərdir X üstəgəl 2, Y ştrik bərabərdir Y üstəgəl 3 nöqtəsi verilibdir. Və buradan X ştrik və Y ştriki tapın deyir. Hazır düstur verilib axı. Yəni bunun izahında biz X-in yerinə öz qiymətini 2-ni yerləşdirdik. 2 topla 2, 4 və Y-in qiymətini 3 topla 3 də 6-ya bərabərdir. Belə bu şəkildə növbəti paralel köçürmədə 4 X ştrik, Y ştriki 4, 6 olaraq alırıq. Təbii ki, bu belə izahda rahat görünür. İmtahan həyəcanında və orada verilən sual tipinə görə siz qarışdıra bilərsiniz. Ona görə də mən bu videodan sonra dərhal bu mövzunun test izahlarını göstərəcəm. Orada mən xırdalıqlarına kimi asan səviyyəli misallardan başlayıb çətinlərinə doğru bütün sualların izahlarını göstərəcəm. Sizlər də əminəm ki, bu hər iki videonu izləyərək imtahanlarınızda bu mövzuya aid olan testləri rahat bir şəkildə hesablaya bilərsiniz. Çünki hər tərəfli mövzunu qavramaq üçün buna aid olan test tapşırıqlarının hamısını işləmək lazımdır. Sizlər diqqətli olun, son günlər qalmış qəti şəkildə ruhdan düşməyin. Daha çox çalışın, daha çox əzm göstərin. Hər nə sualınız olsa, çəkinmədən suallarınızı yaza bilərsiniz. Beləliklə bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.